Davam edirik bugündən Bakı Expo mərkəzində öz işinə başlayıb 300-dən çox şirkət, 1000-dən çox artıq çeşiddə məhsul və xidmətlər sərgidə nümayiş olunur. 7-ci yerli şirkətlərin tanıtım sərgisi əməkdaşlıq və biznesi inkişaf etdirmək üçün mühüm platformaya çevrilib. Burada iştirak edən sahibkarlar, iş adamları və şirkətlər danışıqlar aparıb faydalı əməkdaşlıq əlaqələri qura bilirlər. Sərginin açılış mərasimində Kobiyanın idarə heyətinin sədri Orxan Məmmədov bildirdi ki, şirkət rəhbərləri bu platformadan istifadə edərək bizneslərini genişləndirə bilər. Qətiyyətlə demək olar ki, Made in Azərbaycan brendini həm ölkə daxilində, həm də bizim ölkə xaricində beynəlxalq və iqtisadi nüfuzumuzun artırılmasında da xidmət edir. Sahibkarlarımızın qarşısında yeni çağırışlar var, yeni çağırışlar dayanır. Əlbəttə ki, rəqəmsal transformasiyanı qeyd etmək istərdim. Yaşıl iqtisadiyyata keçid, süni intellekt əsaslı həllərin tətbiqi, bütün bunlar əlbəttə ki, yeni bir çağırışlardır. İqtisadiyyat Nazirinin müavini Rövnəq Abdullayev qeyd etdi ki, sərgidə nümayiş olunan yerli istehsal mallarının çeşidi və coğrafiyası onu deməyə əsas verir ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar öz bəhrəsini verir. Sərgi təkcə məhsul və xidmətlərin təqdim olunduğu platforma deyil, eyni zamanda Azərbaycan şirkətlərinin yüksək keyfiyyət standartlarını, rəqabət üstünlüklərini, innovativ yanaşmalarını nümayiş etdirdiyi, yeni tərəfdaşlığın və biznes əlaqələrin formalaşmasına şərait yaradan mühüm əməkdaşlıq məkanıdır. Kobiya və Marsol qrupun birgə təşkilatçılığı ilə keçirilən sərgidə qurulmuş xüsusi stenddə 10-a yaxın KOB subyekti xidmətləri nümayiş olunur. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Sərgidə 314 yerli şirkət təmsil olunur öz məhsul və xidmətləri ilə. 33% sərginin istehsalçılar tutur, yer alır sərgimizdə və 40 min ziyarətçi gözləyirik. Böyük 2 hissəli bir zona qurduq və burada biz həm sahibkarların dövlət qurumları ilə görüşləri, dövlət qurumları ilə müzakirələri, eyni zamanda iri holdinglərin tədrisat rəhbərləri ilə, iri holdinglərin direktorları ilə görüşlərini təşkil edirik. Bu ildə sərgidə Kobiya mikro və kiçik sahibkarlıq subyektlərinin ödənişsiz olaraq iştirakına dəstək göstərib. Sərgi iştirakçıları və ziyarətçilər üçün iyunun 20-sinədək hər iki istiqamət üzrə ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. Ağcəl Əsgərli, Şəhriyar Əhmədli, ATV Xəbər.